Zahidlə mən hərbi hissənin komandiri olanda tanış olmuşuq. Bilirsiniz, hərbi hissə Seyfəlli poligonuna yenidən formalaşmaq üçün göndərilmişdir. Və o zaman şəxsi heyətin azlığı da var idi. Bir gün Zahid gəldi, özünü təqdim elədi və dedi ki, komandir, nə edə bilərəm? Dedim ki, get keçmiş döyüşçülərdən yığ ginən, nə qədər yığa bilirsən, gətir ginən. Çünki döyüşdə olan döyüşçü ilə yeni gələn döyüşçünün arasında mən bir komandir kimi fərq görürdüm. Və demək olar ki, 1-2 gün keçdi, bir də gördüm gəldi, hardasa bir 50-60 nəfər adam yığdı, gətirdi, dedi ki, bəs bunlar keçmiş döyüşçülərdir, biz onu şəxsi heyətin siyahisinə saldıq. Ümumiyyətlə, Zahid ancaq bir döyüşçü kimi yox, həm də ki, bir komandir kimi, yəni tabur komandiri kimi özünü göstərib və bir təşkilatçı kimi güclü təşkilatçı göstərib. Hətta belə bir yarı zarafat, yarı gerçək belə bir söz gəlirdi ki, mən ona demişdim ki, Rusça desək, ты мой зам по нерешаемым вопросам. Yəni, əgər hansısa təşkilati məsələləri tez bir zamanda belə deyək, həll etmək lazımdırsa, o məsələni Zahidə həvalə eləsən, bilirsən ki, Zahid onun nətər deyirlər, ötəliyindən gələcək. Döyüşdəki göz qabağındadır. Döyüş də bizim hərbi hissənin nətər deyirlər, qazandığı 23 yaşayış məntəqəsidir, o cümlədən Haradiz qəsəbəsi. Və əlbəttə o döyüşlərdə Zahidin, taburun özünün xüsusi yeri var və Zahidin də bir komandir kimi onun xüsusi yeri var. Ümumiyyətlə mən deyərdim ki, hərbi hissənin hər bir şəxsiyyənin, hər bir üzvü, hər bir komandiri yəni artıq öz adını əbədiləşdirib ona görə ki, onların döyüşü nəticəsində, onların qəhrəmanlığı nəticəsində, onların şücaəti nəticəsində bugün 23 yaşayış məntəqəsi düşmən tapdağı altından təmizlənib və bugün də orada Azərbaycan evladları yaşayırlar. Mənə elə gəlir ki, bundan böyük, belə deyək, nailiyyət ancaq bütün Qarabağın azad edilməsi və yarı düşmənin Qarabağ torpağından qovulması ola bilər. Ona qədər isə bizim şəxsi heyətimiz, hərbi hissəmiz bacardığını göstərib və eləyib. O cümlədən də əlbəttə Zahid kimi komandirlər mənim əmrimi yerinə yetirərək onu real bir tapşırığın yerinə yetirilməsi və düşmənin həmən ərazidən qovulması ilə nəticələnən bir tapşırıq kimi göstərmək olar. İnşallah, Zahid, inanıram ki, əgər qismət olsa, biz səndən hələ öz sözümüzü deyəcəyik.